Hər birinizi salamlayıram. Növbəti dərsimizdə belə bir test tapşırığının izahı ilə sizi tanış etmək istəyirəm. Test tapşırığı bu şəkildədir. Tangens 27 dərəcə bərabərdir A. Tangens 18 dərəcə bərabərdir B. Deyir A-nı B ilə ifadə edin. A bərabərdir. A nəyə bərabərdir bizdə? Tangens 27 dərəcə bərabər. Yenə deyirəm, tangens 27 A-dır, tangens 18 B-dir. Bizdən soruşulur ki, A-nı B ilə ifadə edir. A bərabər, yəni A-nı tapaq da A-nın B ilə ifadəsi necədir? A bərabərdir, tangens 27 dərəcədir. Bunu yaza bilərəm də, tangens 27-ni necə yazıram? 45 dərəcə çıxılsın 18 dərəcə. Bax, bu şəkildə. Bu da bərabərdir. Bax, bu düsturdur. Tangens alfa minus betanın düsturu. Tangens alfa minus tangens beta bölünsün 1 plus tangens alfa tangens beta. Olacaq tangens 45 dərəcə minus tangens 18 dərəcə. Tangens alfa minus tangens beta bölünsün 1 plus tangens 45 dərəcə vurulsun tangens 18 dərəcə bərabərdir. Qiymətləri qoyuruq yerinə. Tangens 45 dərəcə 1-dir. 1 minus tangens 18 dərəcə B-dir. Görə bilirik də biz bunu. 1 minus B bölünsün 1 üstəgə tangens 45 dərəcə 1-dir. Tangens 18 dərəcə B-dir. 1 minus B bölünsün 1 plus B. Yəni biz aldıq ki, A bərabərdir. 1 minus B bölünsün 1 plus B. Bizdən A-nın B ilə ifadəsi soruşulurdu. Bax, bu şəkildə.